sağlamlıq təhlükəsizliyi ümumi təlim nəticələri idi. İdraçda müəllimə demək özü, ailəsi vətəni haqqında məlumat verirdi, müşahidə etdikləri barədə danışırdı, ətraf aləmdə baş verən hadisələri demək adlandırırdı. Bir də 5 dairəsində riyazi əməliyyatları yerinə yetirirdi. Əşyaların forma ölçülərinə görə qruplaşdırırdı, məkan və zamana görə ardıcıllığını təyin edirdi. Bir də həndəsi fiqurlardan uşaq burada dairəni, demək üçbucağı, kvadratı fərqləndirirdi də, yəni bir-birindən. Sonra var idi, sosial emosionallıqda əməkdaşlıq bacarıqlarını nümayiş etdirirdi. Bir də digərlərinin arzu, istəklərini dəyərləndirirdi. Estetikdə verilmiş süjet əsasında təsvirlər çəkmək idi. Bir də ki, elə alt standartlarda da verilir, rəng çalarlarını fərqləndirir. Bu Bəli, 4-5 yaşındaydı. düzdür. 1-3 yaşa aid olanlar Sadə fiziki hərəkətləri yerinə yetirirdi, bir də gigiyena qaydalarına əməl edirdi. Masa arxasında demək davranışın ümumi qaydalarını tənzimləyirdi. Həyatına, sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayırdı. İdraçda özü, ailə üzvləri vətənini adlandırırdı. Bu da 2-3 yaşa aid idi. Sadə suallar əsasında danışırdı. Müşahidə etdiyi əşyaları adlandırırdı. Sadə riyazi təsəvvürlərdə uşaq burada az idi, çox idi, ki anlayışlar, böyük idi, kiçik idi anlayışlarını adlandırırdı. Ölçü anlayışını başa düşdüyünü nümayiş etdirirdi. Dairəvi əşyaları adlandırması idi. Burada estetikdə 1-3 yaşında uşaqlar təsviri vasitələrini təyinatına görə istifadə edirdi. Rənglərdən burada qırmızı, sarı, yaşılı demək adlandırırdı. Hərəkətlərini musiqi melodiyasına uyğunlaşdırırdı. Sosial emosionallıqda isə ilkin ünsiyyət bacarıqlarını yəni nümayiş etdirməsi idi. Bir də hissləri başa düşməsi, ona qarşı adekvat reaksiya verirdi da, yəni hissləri başa düşüb adekvat reaksiya verirdi. bəli. Neçə məzmun xəttimiz var idi? Müəllimə, bizim 3 məzmun xəttimiz var. Demək, birinci inkişaf sahəmizdir, ikinci əsas standartdır, üçüncü də alt standartdır. Neçə məzmun xəttimiz var? Məzmun xətti? İnkişaf Məzmun sahələri xətti. İnkişaf bərabər. sahələri müəllimə qarışdırdım. 4 məzmun xəttimiz var, inkişaf sahəmiz var. Birinci fiziki inkişaf sağlamlıqdır, ikinci idraki inkişafdır, üçüncü estetik, dördüncü də sosial emosionallıqdır. Bəli. Məzmun standartı nə eləyirdi? Və Məzmun standartı nəydən ibarətdir? Məzmun standartı ana xətti, bünövrədir, dəyişməzdir, birinci rəqəmlə ifadə olunur. Məzmun standartı əsas standart məzmun standartı ilə ifadə olunur. Belə deyək də, sizi qarışdırdınız. Məzmun standartı ayrıdır, məzmun xətti də Məzmun ayrıdır. standartı uşağın bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir müəllimə. Bilik və fəaliyyətdən ibarətdir məzmun standartı. Bilik uşağın nə öyrəndiyi, fəaliyyət isə öyrəndiyini necə nümayiş etdirəcəyidir. Məzmun xətti də inkişaf sahəsidir. Burada da məzmun xətti ana xətti, bünövrədir, dəyişməzdir, birinci xəttlə ifadə olunur. Bizim məqsədimizə aparan yoldur da, yəni yeganə yoldur məzmun xətti. Bəli. Buna uyğun bir nümunə çəkə bilərsiniz, bilik fəaliyyətdən ibarət. Məsələn, deyək ki, uşaq öyrənir, məsələn, sadə riyazi təsəvvürlərin inkişafında, məsələn, uşaq sadə gigiyenik qaydalara əməl edir. Gigiyenik qaydalar, məsələn, uşağın bilik fəaliyyətidir, biliyidir, nümayiş etdirirsə fəaliyyətidir. Bəli, düzdür. Məktəbəqədər təhsilin dövlət standartları neçə il müddətində qüvvədə olur? 5 il müddətində müəllimə, 5 ildən bir dövlət standartları dəyişir. Bəli, düzdür. Daha sonra alt standartların funksiyası. Davamlı olur müəllimə, davamlı olur, inteqrativliyi təmin edir, varisliyi təmin edir, inkişaf dinamikasında özünü göstərir də müəllimə. Alt standartı. Əsas da inteqrativliyi təmin etməsidir. Çünki alt standartlar inteqrativliyi özündə daha çox əks etdirir. Varisliyi olur, çünki sadədən mürəkkəb olur.
İnteqrasiyanın neçə növü var, hansılardır? İnteqrasiyanın müəllimə 2 növü var. Şaquli inteqrasiyadır, bir də üfüqi inteqrasiyadır. Şaquli inteqrasiya fərqli yaş qrupları, eyni inkişaf sahəsi, yəni idrakın daxilində məsələn sadə riyazi təsəvvürlərlə ətraf aləmin inteqrasiya olunmasıdır. Üfüqi inteqrasiya yaş qrupu eyni olur müəllimə. Burada inkişaf sahəsi fərqli olur. Yəni burada estetik yaradıcılıqda məsələn fiziki inkişaf sağlamlıq təhlükəsizliyi ilə yəni inteqrasiya olunmasıdır. Hı hı. Bir də həyatla əlaqəlidir da müəllimə. Bir də mövzunu keçib məsələn həyatla da əlaqələndirə bilərik. Yəni əsasən 2 növündən istifadə olunur məktəbə qədər təhsildə. Bəli, əsasən 2 növündən o belə deyim də həyatla əlaqələndirmədir, fənn üstüdür. Yəni bunlar artıq bizə aid deyil. Məktəblərdə də fənlərarası Bəli. fənn üstü inteqrasiya məktəblərdə təşkil olunur. Ümumiyyətlə biz inteqrasiyanı nə üçün istifadə edirik? Yəni bu bizim nə işimizə yarayır? Müəllimənin işini daha çox asanlaşdırır. Uşaqlarda öyrənmə fəaliyyətini daha çox yüksəldir. Məsələn deyirəm ki, uşaqlar ev heyvanlarından, məsələn, qoyundur, inəkdir, itdir, pişikdir, bunların adını çəkirəm. Amma bunları mən məsələn əlaqələndirirəmsə rəsm fəaliyyəti ilə, uşaq onu daha yaxşı mənimsəmiş olur, daha yaxşı öyrənmiş olur. Yəni mövzu haqqında daha çox biliyə malik olur. Nəinki onun haqqında bir balaca məlumat versək. Amma onu əlaqələndirsək daha yaxşı olar. Bəli. Alt standartı yəni olduğu kimi məşğələnin məqsədi götürmək olarmı? Alt standart yox, olduğu kimi götürmək olmaz, amma məqsədimiz alt standartdan çıxır. Onu götürmək. Müəllimlərin də elə ən böyük səhvi odur ki, məqsədi məsələn alt standartdan götürməsi. Bəli, düzdür. Demək ana xətti dəyişməzdir hansı oldu? Məzmun xətti. Məzmun xətti. Aha. Alt standart neçənci rəqəmlə ifadə olunur? Alt standart 3-cü rəqəmlə ifadə olunur. Hı. Məsələn 1.1.1-dirsə sonuncu rəqəmimiz alt standartı. İkinci əsasdır, birinci də məzmun xəttidir. Bəli. Ümumi təlim nəticələri ilə təlim nəticəsinin fərqi nədədir və təlim nəticəsi necə olmalıdır? Təlim nəticəsi müəllimə deyim ilk öncə, təlim nəticəsi düzgün olmalıdır. Yəni təlim nəticəsi qoyarkən müəllimə diqqət yetirməlidir ki, məsələn, keçmiş zamanda olmamalıdır, indiki zamanda olmalıdır. Uşaq fəaliyyəti, məsələn, fiziki hərəkətləri yerinə yetirir, indiki zamanda yetirəcək. Yəni gələcəkdə, yetirdi də keçmiş zamandadır. Yəni bunlara diqqət etməlidir. Ümumi təlim nəticələri illik planda özünü göstərir müəllimə. Təlim nəticədə məşğələnin sonunda, yəni cari planda özünü əks etdirir. Bəli, düzdür. Böyüklərin nəzarəti altında tapşırıqları, Gülşənin bunu düzdür keçməmişik sizə, amma məncə məlumatınız olar. Böyüklərin nəzarəti altında tapşırıqları, Gülşələrin səliqəyə salınması, güllərin sulanması, yəni bunları yerinə yetirir. Hansı alt standarta aiddir? Bu əməyin növləridir müəllimə. Uşaqlar əməyin növləridir. Uşaqda əməyin növü formalaşdırmasıdır. Bəli, düzdür. Neçə yaşa aiddir? Bu 2-3 yaşdır da müəllimə. Böyüklər sözü vardısa 2-3 yaşdır. Bəli, düzdür. Daha sonra əşyaları forma, ölçü və sayına görə müqayisə edir. Bu 3-4 yaşdır müəllimə. Böyükdür. Məsələn, bu əşyadan bir dənədir, 2 dənədir. Necə? Neçə yaş dediniz? 3-4. Xeyr, 3-4 deyil. Əşyaları forma, ölçü və sayına görə müqayisə edir. Əşyaları forma, ölçüsünə görə. Fərqləndirməkdə siz dediyiniz kimi 3-4 yaşdır artıq. Müqayisə edirsə, onda 4-5-dir da. Bəli. Müqayisə etmə bacarıqlar 4-5-dədir. 4-5 yaşdır. Əşyaları forma, ölçü və hündürlüyünə görə qruplaşdırır. Qruplaşdırırsa 5-6-dır. Bəli. Ümumiyyətlə, yəni qruplaşdırma sözü demək olar ki, 99% həmişə 5-6 yaşa aid olunur. Düzdür. Daha sonra məkan, irəli, geri, yuxarı, aşağı, alt, üst, zaman, səhər, günorta, axşam anlayışlarını
Səhər Hərəkətlərin gün ardıcıllığını təyin etsəydi, bəli, 4-5 yaşda, amma 3-4 yaş. fərqləndirir. 3-4 yaş. Bəli, 3-4 yaşda. 3-4 yaş. Məkan, yuxarı, aşağı, qabaq, arxa. Təkcə bunlar anlayışlarını fərqləndirir. Məkan yox. Bu 2-3 yaşdır müəllimə. Bəli, işçi 3 yaşda. Hı -hı. Oyun və tədqiqatlar zamanı obyekt və hadisələri öyrənmək üçün elementar ölçü alətlərindən, Bu yəni 5-6. bəli, 5-6 5-6 demək. yaşdır. Məktəbə qədər təhsilin neçə məqsədi var idi? Məktəbə qədər təhsilin 3 məqsədi var idi müəllimə. Hansılardır? Aha, məktəbə qədər təhsilin 3 məqsədi var. Biri müəllimə siz o ki dediniz ki, burada uşaqların demək məktəbə qədər təhsildə iştirakçıların hüquq və vəzifələrini təmin etmək idi. Onlar Xeyr, deyirsiniz də xeyr, onu müəllimə. demirəm, onu demirəm. Aha. Məktəbə qədər təhsilin məqsədi, vəzifəsi onun Bəli, bəli, hüququ. Aha. bəli. Məktəbə qədər təhsilin məqsədi o idi ki, burada məktəbə qədər təhsil prioritet təhsil fəaliyyətidir. Hı İlkin -hı. təhsil birləşdi. Fərdin cəmiyyətin tələblərini nəzərə alan prioritet təhsil fəaliyyətidir. Burada məsələn uşaqların demək erkən yaş dövründə uşaqların potensialıdır, mənəvi səviyyəsini, yəni müəyyən etmək, sonra məktəbə qədər təhsildə məsələn uşaqlar bir şəxsiyyət kimi yetişdirməyin əsasını qoyur. Məktəbə qədər təhsilin məqsədi, yəni məqsəd odur ki, uşağı bir şəxsiyyət kimi yetişdirsin, uşağı bir vətənpərvər kimi yetişsin. Vəzifə isə uşaqda məsələn özünə inamdır, məsələn uşağın bir şəxsiyyət kimi formalaşır, uşağın ehtiyaclarının müəyyən edilməsi və onların inklüziv təhsillə təmin etməsidir. Sosiallaşmaq tələbatıdır uşaqlarda, təhsil baza komponentlərinin məsələn deyək burada sosiallaşmasının tələbatının yaradılması məktəbə qədər təhsilin vəzifəsidir. Məktəbə qədər təhsilin məzmunu da uşaqda bir sıra keyfiyyətlər formalaşdırır ki, cəmiyyətə uyğunlaşmaqdır, özünə inamdır, müstəqillikdir. Bunların hamısı da məzmundadır müəllimə. Bəli. Yəni məktəbə qədər təhsilin məqsədi uşağın bir şəxsiyyət kimi formalaşmasının əsası qoyur, vəzifə uşağı bir şəxsiyyət kimi formalaşdırır, məzmunda da uşaqda bir sıra keyfiyyətlər formalaşdırır da yəni. Bəli. Belə deyə bilərəm. Bizim neçə didaktik prinsipimiz var idi? 9 didaktik prinsipimiz var idi müəllimə. Bunlar nəticə yönümlü idi, tələb yönümlü idi, şəxsiyyət yönümlü idi, inkişaf yönümlü idi, inteqrativlik idi, varislik idi, dünyəvilik və Azərbaycançılıq idi. Bəli. Məktəbə qədər təhsillə məktəbə qədər təlimin fərqi nə idi? Məktəbə qədər təhsil, yəni ümumi olaraq, yəni təhsilin sonu nəticə ilə bitirdi. Təlimin sonunda, yəni bir proses idi da, təlimdə proses gedirdi. Təhsilin sonu da nəticə ilə bitməli idi. Uşağın əqli, fiziki inkişafını təmin edən, yəni davamlı inkişaf edən təhsilin nəticəsi göstərilirdi təhsilin sonunda. İcma əsaslı məktəbə qədər təlim qrupu ilə qısaldılmış təlim qrupunun fərqi nədir bir-birindən? İcma əsaslı ödənişli idi. O da yenə valideynlərin və qayyumların könüllüyü əsasında yaradırdı, amma ödənişli idi. Qısa müddətli təlim qrupu gün rejiminə əsasən yaradılırdı da, yəni. Burada ödəniş yox idi. Rejiminə əsasən. Daha sonra məktəbə qədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin məqsədi var idi. Onlar hansılar idi? Bayaq dedim, orada məktəbə qədər təhsildə elə bir orada iştirakçıların hüquq və vəzifələri idi. Sonra 5 yaşlı uşaqlar üçün zəruri olması idi. Bir də müəllimə burada sonra nə idi? Yadımdan çıxdı. Bir 5 yaşlı uşaq Tələb təmin yönümlü ilə demişdim, Tələb yönümlü, yadımda. dövrün tələbləri, innovativ tələbləri ilə yəni ayaqlaşmaq idi da, yəni dövrün tələbləri ilə məsələn kompüteri müəllim bilməli idi, işlətməli idi, öyrənməli idi. Yəni uşaqları tələb yönümlü prinsip altında, yəni təlimlə təşkil etməli idi. Bəli. Oldu müəllim, mənə çox sağ olun. Gecə Səbinə Sağ müəllim. olun. Sağ olun, çox sağ olun. Səbinə müəllimə səs açsın, zəhmət olmasa. Buyurun. Məktəbə qədər təhsil nə deməkdir? Məktəbə qədər təhsil uşağın ilkin bilik bacarıqlarının öyrədilməsi. Bəli.
Məktəbəqədər təhsillə məktəbəqədər təlimi dedik, necə ayırırıq bir-birindən? Məktəbəqədər təhsildə uşaqları elə Hı. bilirik. Məktəbəqədər təlimdə isə uşaqlara artıq tətbiq edirik. Uşaqlar, yəni gündəlik olaraq o ilkin bilik bacarığı gündəlik həyatda nə edirlər? Tətbiq edirlər. Bəli. Daha sonra didaktik prinsiplərimizdən nəticə yönümlülük, yəni nə deməkdir? Nəticə yönümlü, yəni məzmunu əvvəlcədən müəyyən etmək. Hı. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri hansılardır? Necə? Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri. Hə, demişdik ki, məktəbəqədər təhsildə bərabər imkanların yaradılması, Hı -hı. daha sonra 5 yaşlı uşaqların məktəb hazırlığının zərurəti, Düzdür. daha sonra uşaqların təhsil müəssisələrində sağlamlığın qorunması, Hı -hı. sonra milli məktəbəqədər təhsilin milli və dünyəvi təhsil ənənələri, Azərbaycan və dünya pedaqoji. Yox, o artıq məqsədidir. Prinsiplərində var idi, məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığının qorunması, psixoloji və fiziki inkişafının təmin edilməsidir. Daha sonra sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilinin təşkilidir. 5 yaşına çatmış, bunu səhv eləmirəmsə dedim. 5 yaşına çatmış uşaqların məktəbə hazırlığının zəruriliyidir. Məktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin olunması da dövlət siyasətinə aiddir. Şəxsiyyət yönümlülükdə 3 ünsur var idi. Onlar hansıları idi? Ünsiyyət, Hı motor bacarıqları, -hı. motor bacarıqları, bir də milli bəşəri dəyərlərimiz. Bəli. Məktəbəqədər təhsil sahəsində təhsil verənlərin hüquq və vəzifələri. Onlar haqqında məlumat ver, zəhmət olmasa. Hüquq vəzifələri, Hı -hı. təhlükə deməli, təhsil verənlərin hüquq vəzifəsi deməli, təhlükəsiz iş normalı ilə təmin olunmaq, Hı daha -hı. şərəf ləyaqətinə, hörmətinə yanaşılmasını tələb eləmək, mükafatlandırmaq, təklif olunmaq, sonra təhsil layihələrində iştirak eləmək. Bəli. Bir də təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək də Hüquqlarına aid. aiddir. Sonra vəzifələrinə nələr aid idi? Vəzifələrinə ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək, attestasiyadan keçmək, daha sonra uşaqların şərəf ləyaqətinə hörmət etmək, uşaqların təhlükəsizliyini, sağlamlığını qorumaq, daha sonra ziyalılıq nümunəsi Göstərmək. ziyalılıq nümunəsini göstərmək, sonra Azərbaycan xalqının dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərə, vətənpərvərlik ruhunda tərbiyə etmək. Bəli. Yadım Daha sonra müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək də vəzifəyə aiddir. İndi valideynlərin hüquq və vəzifələrində övladı deməli qəyyumluqda olan elə ki, məktəbəqədər təhsil müəssisəsini seçmək, daha sonra təhsil alanların hüquq maraqlarını müdafiə etmək, daha sonra müəssisə rəhbərliyi, pedaqoji kadr kollektivlə əməkdaşlıq eləmək.
Bəli. Sonra məncə qurtardı. Düzdür. İndi keçək valideynlərin vəzifəsinə. Vəzifəsi yenə övladı qəyyumluqda olacaq. Deməli, fiziki əxlaqı inkişafına fiziki əxlaqi, intellektual inkişafına şərait yaratmaq. Burada da yenə Azərbaycan xalqının adət-ənənələrinə, dəyərlərinə, Azərbaycan hörmət və tərbiyə eləmək. Sonra məktəbəqədər təlim intizam qaydalarına əməl eləmək, daha sonra valideynlərlə digər qanun nümayəndələri arasında müqaviləsinin şərtlərinə əməl eləmək. Bəli, Qədər. düzdür. Uşaqların hüquqları. Uşaqların hüquqları Bəli. sağlamlıq üçün təhlükəsiz şəraitdə mənəvi psixoloji cəhətdən dövlət təhsil standartlarına uyğun təhsil almaq, şəxsiyyətin alçaldılmamasına, mənəvi psixoloji durumunun sağlamlığına zərər vuran hərəkətlərdən və psixoloji zorakılıq hallarına müdafiə olunmaq, sonra ödənişsiz şəkildə tibbi müayinədən keçmək. Burada aid düz dedim bunu. Bəli. Daha sonra uşaqların sağlamlığına, mənəvi psixoloji durumuna zərər vuracaq istənilən təbliğatdan müdafiə olunmaq. Bu qədər. Bəli, düzdür. Sonra keçək biraz da standartlardan sual verim. Masa arxasında ümumi qaydalara, yemək dərslərindən qaşıqdan istifadə etmək, qaşıq açar sözümüzdür. Ağzını və əllərini salfetlə silmək hansı yaşa aiddir? Hansı standartımıza aiddir? Deməli, masa arxasında Ümumi qaydalara, yemək dərslərindən qaşıqdan istifadə etmək, ağzını və əllərini salfetlə silmək. ağzını və silmək. Məntiqlə belə tapmağa çalışın. Özünüzü çaşdırmayın ki, kitabda necə idi? Məntiqlə düşünün ki, uşaq qaşıqdan belə deyək də. Düz deyirəm. 4, Neçə? 5. 4-5 yaşda çəngəl idi açar sözümüz. Yəni artıq məsəl üçün çəngəldən rahat istifadə edirsə, bu 4-5 yaşa aiddir. 1.2.2 standartına aiddir. Amma qaşıqdan istifadə edirsə, bu artıq 3-4 yaşa aiddir sərbəst formada. Başa düşdünüz Səbinə müəllimə? Bəli. Sualı gözləyirəm, o görə sakitcə durmuşam. Demək, qaşıqdan istifadə etmək neçə yaş oldu? 3-4 yaş. 3-4 yaş. Bəs çəngəldən istifadə etmək? 4-5 yaş. 4-5 yaş, bəli. Bu alt standartları demək olar ki, müəllimələr, hər dərsimizdə, baxın, lap məşğələləri keçsəm belə, ətraf aləmlə tanışlıq məşğələsini keçsəm belə, hər dəfə olaraq mən bu standartları sizdən soruşacağam. Yəni sual-cavab formasında soruşacağam ki, bu yaddan belə deyim də, yadda qalan bir mövzu deyil. Bunu bir gün, 2 gün desəz ki, hə sonra baxaram, sonra testini işləyərəm, o dəqiqə yadınızdan çıxacaq. Siz hər gün bu alt standartlara nəzər yetirməlisiniz. Hər gün baxmalısınız ki, mükəmməl şəkildə öyrənə biləsiniz. Ən azından imtahana qədər, məsəl üçün, avtomatik, məsəl üçün, bu cümlə deyildi, hə, bu standart bu yaş, bu standart bu yaş. Artıq o sizdə bir növ vərdiş halına çevriləcək. Hər dəfə bu formada, məsəl üçün, bilirsiniz ki, artıq qaşıq, mən belə dedikcə düşünürəm ki, yəni bu da çox gözəl bir metoddur. Məsəl üçün, dedim ki, müəllimələr qaşıqdan istifadə etmək 3-4 yaşda, çəngəl 4-5 yaşda. Artıq siz onu nəyinədiz? Beyninizə vurdunuz da ki, çəngəl 4-5 yaş, qaşıq 3-4 yaş. Yəni təkcə bir dənə sözü, orada bircə dənə sözü özünüz üçün açar söz götürün ki, yadınızda qalsın. Daha sonra topu ayağı ilə vurur. Hansı yaşa aiddir? Topu ayağı ilə vurur. 1-2.
Demək, topu döşəmə üzərində deyirlədir neçə yaşdır? 3 Bax, 4 mənə diqqətlə qulaq as bir dənə. Topu döşəmə üzərində deyirlədir. Hə 1 1-2. 1-2, düzdürmü? Topu Düz. ayağı ilə vurur neçə yaş olar? Topu ayağı ilə vurur. Artıq 1-2 yaşda deyirlədirsə, 2-3 yaşda da neynir? Ayağı ilə vurur. Deməli topu ayağı ilə vurur oldu 1-2 yaş, düz Xeyr, deyirəm. xeyr. Topu ayağı ilə vurur 2-3 yaş. Topu sadəcə deyirlətmək. Bax çox sadə bir şeydir də, deyirlədir. Ayağı ilə vura bilmir, amma deyirlədir. Yerdə oturur, deyirlədir bir-birinə, oynayır. Bu 1-2 yaşdır. Amma 2-3 yaşda artıq uşaq 2-3 yaşda sərbəst yeriyə bilir. Axı yeridiyinə görə ayağı ilə də vura bilir topu. 1-2 yaşda onu bacarmır hələ. Tam olaraq, yəni onda böyük motorika inkişaf etmir. 2-3 yaşda amma daha aktiv, daha belə deyim də, dinamik olurlar. Ona görə artıq neynir? Topu ayağı ilə vurmağı bacarır. Bəs topu başı üzərindən atır, yəni başı üstündən atır. Daha sonra yerdən qalxan topu tutur. Başı üzərindən atır, yerdən qalxan topu tutur. Bu neçə yaş olar? 3-4 4, bəli, düzdür. Topu kürəciyi burada açar sözümüzdür. Müxtəlif üsullarla atıb tutur. 4-5 Bəli, 4-5 yaş. Topu yerə vuraraq irəliləyir, topu hədəfə atır. Hə burada hədəf atır açar sözümüz idi 5-6. Bəli, 5-6 yaşda. Gimnastik skamyadan tullanaraq iki ayağı üstə yerə düşür. Gimnastik skamyadan tullanaraq artıq iki ayağı üstə yerə düşməyi bacarır da, o sabitliyi belə deyim də bir növ bacarır. Ayağı üstə yerə düşür 3-4. Bəli, 3-4-dür. Sağ və sol ayaq üzərində irəliyə doğru tullanır. İrəliyə doğru tullanırsa 4-5. Bəli. Həm də ki burada sağ-sol bizim açar sözümüzdür. Daha sonra fiziki hərəkətləri müxtəlif istiqamətlərdə yeriş, qaçış, hərəkətləri icra etmək, dırmanmaq, gimnastik skamyanın üstü ilə sürünməkdir, kürəciyi bir-birinə tərəf diyirlətməkdir, topu atıb tutmaqdır, müvazinətini saxlayaraq yerinə yetirir. Bu neçə yaşa aiddir? Baxın, açar sözümüz burada skamyanın üstü ilə sürünməkdir. 2-3. Xeyr. Skamya sözü var. 2-3-də, amma skamya yoxdur. 3-4. 3-4-dür. Bəli, skamya sözü artıq başlayır 3-4-dən. Bəs skamyaya belə deyək də, gimnastik nərdivana dırmanır artıq. O dırmanırsa o 4-5. Bəli, 4-5-dir. Artıq belə deyək ki, nərdivana pillə-pillə dırmanır. 5-6. Bəli, 5-6-da. 3-4 metr məsafəyə qaçır. 1-2. 1-2. Daha sonra yerişdən qaçışa, qaçışdan yerişə keçir. Yerişdən qaçışa, qaçışdan yerişə. Yerişdən qaçışa, qaçışdan yerişə. Bəli, 2-3. bəli. Bax, yadınızda saxlayın. Yerişdən qaçışa, qaçışdan yerişə. 2-3 yaşına aiddir. Masa arxasında süfrə mədəniyyətini yiyələndiyini nümayiş etdirir. Nümayiş etdirirsə 5-6. Düzdür? Neçə yaş dediniz? 5-6. 5-6 yaşdır. Masa arxasında qaşıqdan istifadə edir. Masa arxasında qaşıqdan istifadə edir. 4. Masa arxasında qaşıqdan istifadə edir. Bayaq vermişdim bu sualı. 3-4 deyil. Bəli, 3-4-dür. Masa arxasında çəngəldən istifadə edir. 4-5. Bəli. Topu kürəciyi müxtəlif üsullarla atıb tutur.
Topu çürəcək müxtəlif üsullarla atıb tutur. Çürəcək açar söz. Bir, 4 yaş. 4-5 yaş. Bəli. Təhlükəli situasiyalarda ehtiyatlılıq nümayiş etdirir. Təhlükəli situasiyalarda ehtiyatlılıq nümayiş etdirir. Neçə yaş olar? Təhlükəli situasiyalarda Hı, nümayiş etdirir. Bəli. 3-4. 3-4. Xeyr, 2-3 yaş. Elementar təhlükəsizlik qaydalarına, məsəl üçün qaynar əşyalaраdır, sobayadır, əl vurmamaq, yəni bunlara əməl edir. Əməl edirsə 1-2. Bəli, 1-2-dir. Təhlükəli situasiyalarda ehtiyatlılıq nümayiş etdirir. 2-3. Bəli. Kəsici, deşici, yandırıcı əşyalar, elektrik cihazlarıdır və heyvanlar, tanış olmayan adamlarla ehtiyatla davranmadır, yol hərəkəti qaydalarını bildiyini nümayiş etdirir. Yol hərəkəti qaydalarını 3-4. Bəli, 3-4-dür. Özü, ailəsi və vətəni haqqında məlumat verir. Özü, ailəsi, vətəni haqqında məlumat verir. Bəli. 2-3. Düz demədim. Məlumat verir də artıq necə deyim, rahat bir formada. Vətənidir, milli mənsubiyyətidir, əşya, hadisələrdir, bunlar haqqında 4-5. bəli, 4-5 yaşdır. Özünü, ailə üzvlərini və vətənini adlandırır. Özünü, ailə üzvlərini və vətənini adlandırır. 1-2. 2-3. Bəli, 2-3-dür. Öz adını deyir, yaxınlarını sadalayır. Təkcə öz adını deyir və yaxınlarını sadalayır. 1-2. Bəli. Əşyalar və sadə süjetli şəkillər üzrə danışır. Əşyalar və sadə süjetli şəkillər üzrə danışır. 2-3. Bilmədim. 3-4 yaşa aiddir, 2-3 yaşda isə sadə suallar əsasında danışır. Daha sonra məzmun xətti nəyə deyilirdi? Məzmun xəttimiz məzmun xətti yoxsa bizim ana xəttimizdir, leytmotivdir. 4 məzmun xəttimiz var. Birincisi fiziki inkişaf, sağlamlıq, ikinci idrakin inkişafı, üçüncü estetik yaradıcı inkişaf, dördüncü emosional inkişaf. Bəli. 6 standartın funksiyaları hansılardır? Alt standartın Bəli. 6 standartın funksiyaları. Məzmunun dəqiq müəyyən edilməsidir. Məzmunun Bəli. əsas standart müəyyən qarışdırdım yenə. Əsas standartlarda fikrin müəyyən bir hissəsidir. Belə. Alt standartın tərifini deyirsən, alt standartın mən də funksiyalarını soruşuram. Hə, funksiyaları. Məqsədini dəqiq müəyyən olunması, daha sonra təlimdə interaktivliyi təmin edilməsi, təlim strategiyalarının düzgün seçilməsi, bir də təlim məqsədi dəqiq müəyyən olunması, bunu da dedim də. Bəli, 4 dənə belə deyək də funksiyası var idi ki, 4-ünü də dedin. Alt standart hansı qiymətləndirməyə aiddir? Formativ. Bəli, formativ. Birinci rəqəmlə ifadə olunur nə? Məzmun xəttimiz.
ifadə olunur A standartımız. Bəli. İkinci rəqəm əsas standartımız, üçüncüdə alt. Bəli, düzdür. Bugünkü mövzumuz, çox sağ olun Səbinə müəllimə, suallarımız bu qədər. Bugünkü mövzumuz estetik və yaradıcı inkişaf sahəsinin həm əsas standartları, həm də alt standartlarını öyrənəcəyik. Baxaq, birinci əsas standartımız nədir? Deməli, üçüncü məzmun xəttimizin birinci əsas standartı sadə bədii yaradıcılıq bacarıqlarını nümayiş etdirirdi. Deməli, üçüncü məzmun xəttimizin birinci əsas standartı oldu. Sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir. Bəzən müəllimlər qarışdırırlar. Bunu belə deyək də, üçüncü məzmun xəttinin ikinci əsas standartına aid edirlər. Xeyr, bədii yaradıcılıq bacarıqları birinci məzmun xəttinə aiddir. Daha doğrusu birinci əsas standarta aiddir. Daha sonra gəlir 3.1.1 alt standartı 1-2 yaşa aiddir. 1-2 yaşda artıq neynir? Kağız üzərində qarışıq xətlər çəkir. Yəni normal olaraq 1-2 yaşda biz uşaqlardan böyük bir yaradıcılıq gözləyə bilmərik. Ona qələm versək, xırda təbaşirlər versək, o neyniyəcək? Cızmaqara edəcək. Bu cızmaqaralarda 1-2 yaşa, yəni qarışıq xətlər 1-2 yaşa aiddir. Daha sonra 2-3 yaşda kağız üzərində xətlər, yol, yağış, ot və s. çəkir. Məsəl üçün xətləri çəkir, deyir ki, bu yoldur, bu yağış damcılarıdır və yaxud da bu otdur. Ən azından bilir ki, yəni ot hansı hissədə olur da, belə necə deyim, düzdür, tam olaraq onu dəqiq bilməsə də, bəzi uşaqlar var ki, yəni 2-3 yaşda baxırsan ki, otu çəkir, amma vərəqin alt hissəsindən, aşağı hissəsindən çəkir. Günəş çəkmək istəyir, baxırsan ki, vərəqin yuxarı hissəsindən çəkir. Bilir ki, günəş məsəl üçün yuxarıda olur, ot aşağıda olur. Yəni bu formada artıq ən azından ilkin yaradıcılığını göstərə bilir. Daha sonra 3-4 yaşda sadə təsvirlər çəkir. Yəni sadə formada tutalım, alma çəkir, banan çəkir. Yəni bu formada oxşadır da, bənzədir. 4-5 yaşda verilmiş sujet əsasında təsvirlər çəkir. Məsəl üçün hər hansı bir sujet verilir, o sujetə uyğun artıq təsvirləri çəkməyi bacarır. 5-6 yaşda burada bizim belə deyim də, açar sözümüz niyyətdir. Yəni niyyət və sujet üzrə sadə kompozisiyalar rəsm etmənin müxtəlif üsullarından istifadə edir, savad təliminə hazırlıq üçün zəruri olan elementar qrafik bacarıqlarından istifadə edir. Yəni artıq bunlara baxın, bir qədər mürəkkəblik var da bu cümlədə, düzdürmü? Artıq neynir? Niyyət və sujet üzrə sadə kompozisiyalar qurur. Daha sonra rəsm etmənin müxtəlif üsullarından istifadə edir. Savad təliminə hazırlığı üçün zəruri olan elementar qrafik bacarıqları. Yəni qrafik bacarığını kiçik yaşlı uşaq yəni edə bilməz də. Ona görə bunu elə ən düzgün odur ki, 5-6 yaşa aid edək. Daha sonra gəlir 3.1.2 standartı. 1-2 yaşa aiddir. Parlaq rənglərə görə əşyaları göstərir. Parlaq rənglərə görə əşyaları göstərir. Yəni baxır ki, hansı daha çox belə deyim də cəlb edici rəngdir, parlaq rəngdir. Bəzən yəni uşaqlar baxırlar, qırmızı rəngə daha belə üstünlük verirəm, mən müşahidə etmişəm. Rəngarəng belə deyim də rəngləri tez göstərirlər ki, buna bax. Yəni göstərirlər əlləri ilə, tez onun yanına gedirlər, onu müşahidə edirlər. Yəni rəngli əşyalar 1-2 yaşda belə deyim də çox mühümdür. Yəni ona görə uşaqların oyuncaqlarıdır, otağıdır, yəni olduğu mühiti rəngarəng etməliyik ki, onlar hələ, yəni belə deyim də, kəşf etmə dönəmindədir. Biz onların dünyasını daha rəngarəng etməyi bacarmalıyıq. Daha sonra 2-3 yaşda əsas rəngləri qırmızı, sarı, yaşıl adlandırır. Yəni əsas, çünki hər dəfə məsəl üçün göstərir, qırmızı rəngə daha 1-2 yaşda meylli olur axı. Yəni sarı rəngdir, yaşıl rəngdir, ən çox onları göstərən kimi belə deyim də, onları görür. Onları gördüyünə görə artıq 2-3 yaşda onları adlandırır ki, bu qırmızıdır, bu sarıdır, bu yaşıldır. Daha sonra 3-4 yaşda
təsvirlərinə uyğun rənglərdən istifadə edir. Yəni bu nə deməkdir? Təsvirlərində, belə deyim də, ona uyğun, o təsvirə uyğun rənglərdən istifadə edir. Tutalım ki, alma vermişik, alma şəkli. Almanı bilir ki, yəni alma qırmızı da ola bilər, sarı da ola bilər. Daha sonra qırmızı, sarı, yaşıl alma da ola bilər. Bunu bilir də ən azından uşaq durub ora almanı mavi rəngdə çəkməyəcək ki, qara rəngdə çəkməyəcək ki, o təsvirə uyğun rənglərdən istifadə edəcək də, düzdürmü? Yəni artıq bunu 3-4 yaşlı uşaq başa düşür, dərk eləyir. Daha sonra rəng çalarlarını fərqləndirir. Yəni hansı çalardan belə deyək də istifadə ediriksə, o rəng çalarlarını bir-birindən fərqləndirməyi bacarır. 5-6 yaşda isə təsvir prosesində fərqli rəng çalarlarından istifadə edir. Yəni ki, rənglərin qarışığından, belə deyim, tutalım ki, qaranın, sarının qarışığı, yaşılla qırmızının qarışığı. Bu rəng çalarlarından artıq sərbəst formada 5-6 yaşında istifadə etməyi bacarır. Daha sonra keçək 3.1.3 standartımıza. 1-2 yaşa aidli verilmiş kağızı parçalara ayırır. Yəni normal olaraq uşaq belə deyim də bir də fikir versəz 3.1.1-də ancaq kağızdan söhbət getdi. Cümlələrin hamısında kağızı görəcəksiniz. 3.1.2-də ancaq rənglərdən söhbət gedir. 3.1.3-də isə ancaq parçadan, kəsməkdən, yapışdırmaqdan söhbət gedəcək. Yəni bu formada özünüz üçün qeyd apara bilərsiniz ki, tutalım ki, 3.1.2-də hansı cümlələrə daha çox rast gəlinir. Elə tapmaq sizin üçün daha belə deyim də asan da olacaq. Demək, verilmiş kağızı sadəcə parçalara ayırır. Təbii ki, 1-2 yaşlı uşağın əlinə belə deyək də vərəq versək, neyləyəcək? Onu cırıq-cırıq eləyəcək, parçalara ayıracaq, nə bilim, özü üçün nəsə qurmağa çalışacaq da. Burada da bir yaradıcılıq var əslində. Ona görə 1-2 yaşa aiddir. 2-3 yaşda isə hazır formaları kəsir. Kağız üzərində yerləşdirir. Məsəl üçün 1-2 yaşda sadəcə kəsirdisə, 2-3 yaşda kəsir onları, sonra yerləşdirir bir-bir. Məsəl üçün kleylə yavaş-yavaş onu yapışdırma bacarıqları belə deyim də öyrədə bilərik. Ya özümüz kleyi çəkirik, o neynir? Artıq bir-bir yerləşdirir. Belə deyək də aplikasiya, tüklü faktora, yəni belə düzdür, tüklü faktora 4-5 yaşa aiddir. Amma özümüz sadə bir formada elə bir şərait yarada bilərik ki, yəni kəsilmiş formaları artıq o kağız üzərində yerləşdirə bilsin. Daha sonra 3.1.3 standartı kəsilmiş formalardan daha doğrusu 3-4 yaşa aid olanı deyirəm, kəsilmiş formalardan istifadə etməklə sadə kompozisiyalar qurur. Bu 3-4 yaşa aiddir. 4-5 yaşda kəsib yapışdırma, hazır və kəsdiyi kağızlardan, təbiət və tullantı materiallarından sujetli dekorativ təsvirlər yaratmaq bacarıqlarını nümayiş etdirir. Burada açar sözümüz sujetli, dekorativ rəsmlər, təsvirlər yaratmaq olacaq. Dekorativ varsa, deməli artıq burada böyük yaş qrupundan söhbət gedir. 5-6 yaşda isə müxtəlif kəsmə üsullarından istifadə edərək mövzular və təsəvvürlər əsasında kağız, parça, təbiət materialları vasitəsilə kompozisiyalar qurur. Burada isə asar sözümüz bizim parçadır. Yəni parçadan istifadə etmək varsa, deməli ki, bu daha böyük yaş qrupuna aid olar da. Çünki kiçik yaşlı uşaqlar, yəni parçanın üzərinə nəsə bir şey eləyə bilməzlər, axı bəzək olsun və yaxud da nə isə düzüb boşmaq olsun, onu bacarmazlar. Ən uyğunu elə 5-6 yaşdır. Daha sonra 3.1.4 standartımız var. Bura aiddir. Plastinli ovuzları arasında yumuşaldır, hissələrə ayırır, müəyyən formaya salır. Burada isə sırf plastinindən söhbət gedəcək. 3.1.4 standartında plastinindən söhbət gedəcək və 1-2 yaşa verib ki, plastinli ovuzlar arasında yumşaldır, hissələrə ayırır, müəyyən formaya salır. Yəni 1-2 yaşda onu eləyə bilər də, ancaq plastini versən, ancaq belə əlində kolbasa forması yaradacaq, ondan sonra yumrulayacaq, nə bilim yumşaldacaq əlində, yapışdıracaq harasa, ancaq yəni bunu bacaracaq. 2-3 yaşda isə
Plastilini yumşaldaraq bir-iki hissədən ibarət fiqurlar düzəltmək bacarıqlarını nümayiş etdirir. Hətta burada belə deyək də, açar sözü bizə verib bir-iki hissədən. Bir-iki hissədən ibarət artıq yarada bilirsə, bu 2-3 yaşdır. Orada 2 sözündən yadınızda saxlaya bilərsiniz. Çünki dediyim kimi 1-2 yaşda sadəcə yumşaldacaq, əlində hissələrə ayıracaq. 2-3 yaşda dedik ki, yumşaltdı, 1-2 hissədən ibarət fiqurlar düzəltdi. 3-4 yaşa isə aiddir ki, sadə yapma, 1-3 hissədən ibarət fiqurlar düzəltmək nümayiş etdirir. Demək, 2-3 yaşda 1-2 sözündən yadımızda saxlayaq ki, 2-3 yaşa aiddir. 3-4-də isə 1-3 hissədən ibarətdirsə, 3 sözündən yadımızda saxlayaq ki, bu 3-4 yaşa aiddir. 4-5 yaşda isə yapma, verilmiş və müstəqil seçilmiş mövzular üzrə bir neçə fiqurdan ibarət sadə sujetlər yaratmaq bacarıqları nümayiş etdirir. Baxın, burada deyir ki, mövzular üzrə bir neçə fiqurdan istifadə etmək. Bir neçə fiqurdan istifadə etmək varsa, artıq bu 4-5 yaşa aiddir. Daha sonra sujetdən asılı olaraq kompozisiya qurur, yapmanın üsul və vasitələrindən istifadə edərək yapma, mövzular, bədii əsərlər, təsəvvürlər əsasında sadə obrazlar yaratmaq bacarıqları nümayiş etdirir. Bu isə 5-6 yaşa aiddir. Daha sonra keçək 3.1.5 standartına. Kubları bir-birinin üzərinə və yanına qoyaraq ilkin quraşdırma bacarıqları nümayiş etdirir. Burada isə sırf quraşdırmadan söhbət gedəcək. Kubları bir-birinin yanına qoyur və yaxud da üst-üstə qoyur, belə deyək də, ilkin quraşdırma bacarığını nümayiş etdirir. Yəni 1-2 yaşlı uşaq ancaq onu bacara bilər. Yəni ondan dursun o oyuncaqlardan maşın düzəltsin və yaxud da tapanca düzəltsin, yəni ona heç cürə eləyə bilməz. Sadəcə üst-üstə qoya bilər, bir də yanbayan qoya bilər. 2-3 yaşda oyuncaq tikinti materiallarından, konstruktor hissələrindən istifadə edərək sadə ev, qaraj, güllə, yəni bunları quraşdırır. O nümunələrə uyğun quraşdırma edir. Yəni evdir, qarajdır, güllədir, sadə formada. 3-4 yaşda isə sadə quraşdırma, oyuncaq tikinti materiallarından, sadə obyektlər, qatlama yolu ilə kağızdan müxtəlif oyuncaqlar, təbiət materiallarından sadə modellər düzəltmək bacarıqları nümayiş etdirir. Burada bizim açar sözümüz elə sanki belə deyim də gözümüzə batır kimi görünür. Qatlama yolu ilə. Qatlama yolu bizə nəyi xatırladır Mirvari müəllimə? Müəllimə, orqami Bəli. fəaliyyətini. Oriqamidə neçə yaşa aid idi? 3-4 yaşdaydı. 4 yaşa aid idi. Elə bu, yəni buna baxan kimi biz bilərik ki, bu 3-4 yaşdır. Çünki açar sözümüzü verib elə cümlənin içərisində. Daha sonra 4-5 yaşda quraşdırma və əl əməyi üzrə konstruktor, tikinti tullantı, təbiət materiallarından, kağızdan istifadə edərək müxtəlif modellər düzəltmək bacarıqları nümayiş etdirir. Müxtəlif modellər varsa, artıq bu 4-5 yaşa aiddir. 5-6 yaşda isə verilmiş nümunə və sxemlər əsasında konstruktor, tikinti tullantı, təbiət materiallarından və kağızdan istifadə edərək fərdi və kollektiv şəkildə baxın, bunu açar söz olaraq özünüz üçün götürə bilərsiniz. Müxtəlif fiqurlar və kompozisiyalar düzəltmək, obyektin formasını müəyyənləşdirir, planlaşdırır, seçir və sadə quraşdırma bacarıqları nümayiş etdirir. Yəni bu cümləni elə bütöv formada görsəz, birinci 5-6 yaşa aiddir. Çünki elə demək olar ki, buradakı cümlələrin hər biri çətindir. Yəni ki, bunu kiçik yaşlı uşaqlar bacarmaz. Daha sonra keçək 3.1.6 standartına. Ümumiyyətlə 3.1.6-dır, 3.1.7-dir, 3.1.8-dir. Bunların hər biri musiqi məşğələsinə aiddir. Bəs inteqrasiya xarakteri daşıyan hansı standartdır? Mirvari müəllimə. Mənim səsim gəlirmi? Müəllimə, üzrlü saniyə açmamışam, burada danışıram.
Bu müəllimə 4.1.6 musiqi məşğələsinə aiddir. Çünki estetikdə həm estetik yaradıcılıqda 4 dənə qoldur ki, təsviri fəaliyyətin 4 qoludur. Bir də musiqi məşğələsini burada icra edirik. Bəli, yox. 3.1. İnteqrasiya xarakteri daşıyan standartı deyil. Həm də inteqrasiya xarakteri daşıyır müəllimə burada 3.1.6. Xeyr, bunu demirəm. Hansı belə deyim də alt standartımızdır ki, estetik və yaradıcıda inteqrasiya xarakteri daşıyır. Hansı inteqrasiya daşıyır? Hansı alt standartımıza aiddir inteqrasiya xarakteri? Başa düşmədim sualı. Yəni Hansı inteqrasiya? sırf elə bil ki, həmin o alt standartı biz bir məşğələyə aid eləmirik də. Məsələn, bunları musiqi məşğələsinə aid elədik, düzdürmü? Bəs inteqrasiya xarakteri daşıyan hansıdır? İnteqrasiya xarakteri əməyin növləridir. Müəllimə fiziki inkişaf, sağlamlıq, təhlükəsizliyə bir də inteqrasiya edirik. Demək, 3.1.9 inteqrasiya xarakteri daşıyan standartımızdır. 3.1.9. Daha sonra demək, keçək 3.1.6 standartımıza. Burada böyükləri təqlid etməklə sakit və uca səslə şən musiqini əl çalmaqla anladığını nümayiş etdirir. 1-2 yaşa fikir verin əl çalmaqla. 1-2 yaşlı uşaq neyniyir? Yəni bəzən musiqini qoşursan tez-tez belə